Sabirabadda 15 yaşlı kızı 24 yaşlı oğlana ərə veriblər və toy etməyə polislər icazə versinlər deyə oğlanın atası Faik polis rəisi Ramin Qədirovdan icazə almaq üçün Ramin Qədirov 5000 istəyibdi. 4 üstündə bu qədərdir. 4700 manat pul veribdi. Toyun icazəsini alıb. 4700 manat pul verib 15 yaşında qızını qeyri-qanuni ərə verir 24 yaşlı oğlana. Sabirabadda 18 yaşına çatmayan uşaqlara ərə verirlər kütləvi surətdə və hamısı da rəisə 5000 pul verir Ramin Qədirova. Toya icazə versinlər deyə polis rəisi deyir, ay ərzində. İlham Əliyev, İlham, Katyola bu pul gəlirmi Katyola? Ay ərzində Ramin Qədirovun az yaşlı uşaqların evliliyindən aldığı pul ortalama 60.000 manatdır. 60.000 manat pul alır, təxminən 5, 10, 15, 20 ayda az yaşlı qız evlənir və onlardan bu qədər pul alır.